elə bir məsələdir ki, Kəmran bəy, mən net bir düstur deyə bilmərəm sizə ki, baxın bu düsturla hesablasaq sən bura okeydir, buranı ala bilərsiniz və yaxud da ki, bura güvənli deyil. Bunun üçün sadəcə uzun araşdırmalar lazımdır. Məsələn, mən siz mənə bayaq bir əmlak şirkəti adı çəkdiniz, inşaat şirkəti. Mən onu tanıdım ki, budur və hətta Türkiyədə olan. Tədbirini mənim apardığım. Bəli, yəni eynilə mən artıq oradakı bütün əmlak şirkətlərini tanıyıram. Yəni hansısa bir əmlak inşaat şirkəti bir layihə başladanda mən təxmin edə bilirəm ki, burada necə bir problemlər yaşana bilər. Məsələn, gecikmə ola bilər və yaxud da inşaat çökə bilər, yarımçıq qala bilər. Yəni bunları artıq mənə elə gəlir ki, təcrübənin verdiyi bir məlumatlardır da. Yeni araşdırma başlayan insan hansı ki özü almaq üçün bu məsələlərdə biraz yanıla bilər. Ona görə yəni satış məsləhətçisinin rolu bundan ibarətdir ki, düzgün məsləhətləri vermək, hansı layihə bitər, hansı layihə gecikə bilər. Yəni bu məlumatların hamısı bizdə olduğu üçün yəni məncə çox da orada yəni özlərini axtarmağına bir ehtiyac yoxdur.